Salam uşaqlar, biz bugün çoxluqlar haqqında danışacağıq. Uşaqlar, çoxluq nədir? Çoxluq müəyyən elementlər toplusudur. İşarə olunur böyük mötərizə ilə. Məsələn, deyirəm ki, A çoxluğu tutaq ki, rəqəmlər çoxluğudur. Deyək ki, uşaqlar 10 dənə rəqəmimiz var, 9-a daxil olmaqla. Məsələn, B çoxluğu 2 rəqəmli ədədlər çoxluğudur. Tutaq ki, 11, 20, 99 və s. Dedik ki, çoxluq müəyyən elementlər toplusudur. Böyük mötərizə ilə işarə olunur. Uşaqlar, çoxluğun növləri var. Sonlu çoxluq, sonsuz çoxluq. Elementləri sonlu olan çoxluğa sonlu çoxluq deyilir. Məsələn, elementlərin sayı sonlu çoxluq. Deyək, məsələn, rəqəmlər çoxluğu sonlu çoxluqdur. 2 rəqəmli ədədlər çoxluğu sonlu çoxluqdur. Sonra 3-ə bölünən tutaq ki, 2 rəqəmli ədədlər çoxluğu sonlu çoxluqdur. Var sonsuz çoxluq. Elementlərin sayı sonsuz sayda olan çoxluqdur. Məsələn, gəlin sonsuz çoxluğa misal göstərək. Tutaq ki, uşaqlar, natı ədədlər çoxluğu necə çoxluqdur? Sonsuz çoxluq. 5-ə bölünən ədədlər çoxluğu necə çoxluqdur? Sonsuz çoxluqdur. Uşaqlar, bir də var boş çoxluq. Boş çoxluq nədir? Elementi olmayan çoxluq boş çoxluqdur. Boş çoxluq işarə olunur formada. Gəlin elə boş çoxluq işarəsini göstərmişdik. Gəlin çoxluqda aid olan digər işarələrlə tanış olaq. Məsələn, uşaqlar, bu işarə daxildir işarəsidir. Daxildir. Bu işarə daxil deyildir. Bu alt çoxluq işarəsidir uşaqlar. Alt çoxluq. Sonra bu işarə birləşmə işarəsidir. Birləşmə. Bu işarə isə uşaqlar kəsişmə işarəsidir. Bir də var fərq işarəsi. Uşaqlar, çoxluğun fərqi. Deməli, bu işarə isə uşaqlar fərq işarəsidir. Uşaqlar, çoxluqlar davam edək. Tutaq ki, eyni güclü çoxluqlar nədir uşaqlar? Eyni güclü çoxluqlar odur ki, elementlərin sayı bərabər olsun. Eyni güclü çoxluq deməli, necə çoxluqlarda? Elementlərin sayı bərabər olan çoxluğa eyni güclü çoxluqlar deyilir. Məsələn, tutaq ki, çoxluq yazaq. Tutaq ki, A çoxluğu 3, 4, 10, 11. Uşaqlar, yazırıq B çoxluğu 1, 2, 5, 7. Uşaqlar, elementlərin sayı nədir? Bərabərdir. İkisi də 4-dür. Deməli, uşaqlar, necə çoxluqdur? Eyni güclü çoxluqdur. Çoxlu elementlərin sayı işarə olunur. Eyni. Qarşıda yəni eyni işarəsi qoyulmalıdır. Eyni bərabərdir. MB. Elementlərin sayı bərabər olduğuna görə. Uşaqlar, bir də var ki, bərabər çoxluqlar nədir? Məsələn, çoxluqlar elementlərin yerini dəyişə bilər. Tutaq ki, A çoxluğu verilibdir. 1, 2, 3, 4. Tutaq ki, B çoxluğu verilibdir. 2, 4, 1, 3. Yəni, elementlərin yer dəyişməsi yerləri fərqlidir. Ancaq necə çoxluqlarda? Bərabər çoxluqlarda. Eyni elementlərdən təşkil olunmuş çoxluqlar bərabər çoxluqlardır. Sonra uşaqlar, gəlin danışaq ad çoxluqdan. Ad çoxluq nədir? Uşaqlar, tutaq ki, bir ad çoxluğu verilibdir. 1, 2, 3, 4, 5, 6. Deyirəm, çoxluğun ad çoxluqlarının sayını tap. Sayını demək əvəz etdik. Ad çoxluq nədir göstərir? Tutaq ki, B çoxluğu yazaq. Yəni, A1 yazaq. A1 A2 adlandıraq. Tutaq ki, A1 çoxluğu 1, 2. Tutaq ki, A2 çoxluğu 6 yazıram. Tutaq ki, A3 çoxluğu 3, 4, 5 və yaxud hamısını yaza bilər uşaqlar. Gəlin, hamısını yazaq. 6, 2, 1. Yəni, hamısını yazdım. Deməli, uşaqlar, əgər A1 çoxluğunun hər bir elementi A çoxluğuna daxildirsə, A1 A-nın ad çoxluğudur. Məsələn, A2-nin hər bir elementi A-ya daxildirsə, A2 A-nın ad çoxluğudur. A3-ün hər bir elementi A-ya daxildirsə, A3 A-nın nə idi? Ad çoxluğudur. Deməli, uşaqlar, tutaq ki, A1 A-nın ad çoxluğudur. A2 A-nın ad çoxluğudur.
Uşaqlar, A çoxluğun özü A çoxluğuna bərabərdir. Yəni yenə bir-birinin A çoxluğudur. A3 A-nın nə idi uşaqlar? A çoxluğudur. Məsələn, yazsaq tutaq ki, yazıram B4 bərabərdir 7. Axı çoxluğun içində 7 elementi yoxdur. Oy, mötürcə nə günə çəkdim. Çoxluğun içində uşaqlar 7 elementi yoxdur. Demək ki, B4 A-nın A çoxluğu deyil. Başa ki, uşaqlar, A çoxluq nədir? Çoxun elementlərin hamısı verimi çoxluqdan götürülməlidir. Uşaqlar, ümumiyyətlə çoxun A çoxlarının sayının tapılması düsturu 2 n ilə tapılır. 2 n düsturu ilə tutaq ki, A çoxunun neçə elementi var uşaqlar? A çoxluğunun 6 dənə elementi var. Deməli, A çoxluğunun A çoxluğunun sayı 2/6 neçə edəcək? 64. Məsələn, çoxluğun 5 dənə elementi varsa, tutaq ki, gəlin yazaq. Tutaq ki, çoxluq yazaq. B çoxluğu. Elementləri yazıram. A, B, C, D, 5 dənə elementi var. Deyirəm, çoxluğun A çoxlarının sayını tap. 2/5. Neçə edəcək uşaqlar? 32. Yəni, düstur nədir? 2n. Çoxun A çoxlarının sayı. Uşaqlar, boş çoxluq hər bir çoxluğun A çoxluğudur. Boş çoxluq hər bir çoxluğu nə idi? A çoxluğudur. Məsələn, buradan yaza bilərik ki, boş çoxluq A çoxluğudur A-nın. Yəni, boş çoxluq hər bir çoxluğun A çoxluğudur. İndi məsələn, sizə bir sual verirəm. Deyirəm ki, tutaq ki, A çoxluğu verilibdir. Ədədlər çoxluğu 2, 4, 6, 8, 9, 13, 17, 20. Sizə deyirəm ki, uşaqlar, 3-ə bölünən, A çoxun 3-ə bölünən A çoxlarının sayını yaz. 3-ə bölünən deyirəm. 3-ə bölünən 6, 9. Neçənin 3-ə bölünən çoxluğu var? 2 dənə. 6, 9. Deyirəm, A çoxlarının sayını tap. Onda yazırıq uşaqlar, düsturumuz 2/n minus 1-dir. 2 dənədir də. Deməli, 2/2 minus 1 eləyəcək 3 dənə. Desəz ki, Mərvə, niyə 3 dənə dedik? Çünki uşaqlar, niyə 1 çıxırıq? Çünki biz demişik ki, boş çoxluq hər bir çoxluğun A çoxluğudur, düzdür? Mən sizdən sadəcə 3-ə bölünən istəyirəm. 3-ə bölünən istəyirəmsə, uşaqlar, artıq o çoxluğun içində boş çoxluq olmayacaq. Məsələn, hansılar olar? Olacaq çoxluğumuz 6 ilə 9, olacaq təkcə 6 və yaxud da uşaqlar hansı? Təkcə 9. Yəni, xüsusi hal kimi versəm, tutaq ki, 3-ə bölünən, 2-yə bölünən, 5-ə bölünən, cüt bölənlərinin sayını tapın. Tutaq ki, cüt rəqəmlərinin sayını tapın. Tutaq ki, bir xüsusi hallar verirəmsə, onda 2/n 1 çıxmalıyıq. Bildiniz niyə? Məsələn, bir dənəsindən yazaq. Tutaq ki, B çoxluğu verir uşaqlar. B çoxluğu 1, 2, 5, 10, tutaq ki, 13, 20, 25. Deyirəm ki, çoxluğun 5-ə bölünən A çoxlarının sayını tap. Uşaqlar, 5-ə bölünən hansıdır? 5-ə bölünən 5, 10, 20, 25, 4 dənə. Axı, mən şərt vermişəm 5-ə bölünən. Demək ki, 2/4 minus 1 olacaq. 625, o deyir 2/4, 625 eləmiş uşaqlar. 16, 16-nı 1 çıxanda 15. Məsələn, amma desəm ki, B çoxun A çoxlarının sayını yazın, onda yazardınız. 3, 4, 5, 6, 7. 2/7 o deyəcəkdir uşaqlar 128. Yəni, ümumi şəkildə 2/n-dir. Amma şərt verirəmsə 2/n minus 1-dir. Burada diqqətli olarsınız uşaqlar. Məsələn, sonra dedik ki, uşaqlar, boş çoxluq nədir? Hər bir çoxun A çoxluqdur. Bunu deyib dəfə təkrar edək. Bax, uşaqlar, tutaq ki, gəlin A çoxları dairə ilə göstərək. Məsələn, bax, uşaqlar, bu A çoxluğudur. Tutaq ki, bu da B çoxluğudur. Uşaqlar, görürsünüz, B-nın daxilindədir. Demək ki, B çoxluğu A çoxluğu nə idi? A çoxluğudur. Yəni, ədədlər çoxluq keçmiş. Məsələn, natur ədədlər çoxluğu. Uşaqlar, natur ədədlər çoxluğu hansı ədədlər çoxluğunun A çoxluğudur? Tam ədədlər çoxluğunun. Tam ədədlər çoxluğu hansı ədədlər çoxluğunun A çoxluğudur? Rasionalın. Rasionalda həqiqinin. Həqiqətlər çoxluğunun A çoxluğudur. Uşaqlar, desək ki, bəs müəllimə, irrasional ədədlər hansı ədədlər çoxluğunun A çoxluğudur? Biz deyə bilmərik ki, rasional, irrasional A çoxluğudur. Yəni, onu ayrıca qıraqdan göstərik ki, uşaqlar, irrasional ədədlər çoxluğu, rasional ədədlər, həqiqi ədədlər çoxluğu nə idi? A çoxluğudur. İrrasional həqiqinin A çoxluğudur. Elementləri 1, 2, 3, 4, 5-dir. Tutaq ki, B çoxluğu verir. B çoxluğunun elementləri 2, 3, 6, 7, 8-dir. A çoxluğunun B çoxluğunun birləşməsini tapıram uşaqlar. Çoxluğun birləşməsi nədir?
Yəni elementlərin hamısını götürürük təkrarlamamaq şərti ilə. 6, 7, 8. Bu oldu çoxluğun birləşməsi. Elementləri təkrarlamamaq şərti ilə bütün elementləri götürürük. Məsələn, A çoxluğun kəşməsi nədir? Ortaq elementlərdən təşkil olunsun. Hansılardır uşaq ortaq olanlar? 2, 3. Bu oldu çoxluğun kəşməsi. A fərq B nədir uşaqlar? A-da olsun, B-də olmasın. Məsələn, A-da olub, B-də olmayanlar hansılardır? Deməli, 1, 4, 5. Yəni, uşaqlar adam B-ni çıxırıq da. B fərq A nədir? B fərq A. B-də olsun, A-da olmasın. B-də olub, A-da olmayanlar hansılar uşaqlar? 6, 7, 8-dir. Yəni, gəlin, bax, bunu Eylerven diaqramı ilə də göstərək. Uşaqlar, tutaq ki, Eylerven diaqramı çəkirəm. Bura A çoxluğu yazırıq, bura B çoxluğu kəşmə. Ortadakılar kəşmələrdir. Kəşmələr hansılardır? 2, 3-dür. A fərq B. A fərq B hansıdır? A-da olsun, B-də olmasın. Uşaqlar, bax, A fərq B bura qədər olan yerdir. Baxın. Bax, bura qədər. A fərq B bura qədər olan yerdir. A fərq B hansı olur onda uşaqlar? 1, 4, 5. Var B fərq A. B fərq A hansıdır? B fərq A-da uşaqlar, bax, bura qədər olan yerdir. Bura qədər olan yerdir. B fərq A hansıdır? 6, 7, 8. Məsələn, mən desəm ki, NA-nın elementi say istəyirəm. NA-nın elementi deyirəm ki, uşaqlar, say hissə nədir? Say 5 dənədir. Tutaq ki, MB-nin elementi istəyirəm. Say nə qədərdir? Yenə 5 dənədir. Bütöv A dairəsinin, bütöv B dairəsinin içinə baxırıq. Tutaq ki, deyirəm ki, uşaqlar, NA fərq B istəyirəm. NA fərq B nədir, uşaqlar? A fərq B elementlərinin sayını istəyirəm. Uşaqlar, A fərq B elementləri, bax, bunlardır. Bax, bunlar 3 dənə. Tutaq ki, B fərq A elementlərinin sayını istəyirəm. Neçə dənədir? Uşaqlar, 3 dənədir. Məsələn, birləşmək istəsəm, dairənin içindəkilər hamısını sayırıq. 2, 3, 4, 5, 6, 8 dənə. Birləşmək olsun istəyirəm. Tutaq ki, NA birləşir B desəm, neçə dənədir? NA birləşir B 8 dənədir. Sonra uşaqlar, buradan başqa nə deyəcəkdim? Uşaqlar, çoxluğun birləşməsi elementlərinin sayı NA birləşir B. Əgər 2 dənə çoxluq verirsə, deməli, NA üstəgəl NB minus NA kəşir B düsturu ilə hesablanır. Məsələn, əgər 2 dənə dairə çəkmişəmsə, təkcə ortaq rəhlənibsə, bu nə deməkdir uşaqlar? A ilə B. Bu A kəşir B deməkdir. Tutaq ki, 2 dənə dairə çəkmişəmsə və 2 dairənin hamısı rəhlənibsə, bu nə deməkdir uşaqlar? A birləşir B deməkdir. Və yaxud sonra uşaqlar, tutaq ki, 2 dənə dairə çəkmişəm və təkcə qıraq hissələr rəhlənibsə, uşaqlar, deməli, A-dır, bu da B-dir. Qıraq hissələr rəhlənibsin deməkdir. Uşaqlar, görürsünüz, A-dan B-ni çıxartmışam. Yəni, A fərq nə deməkdir? A fərq B deməkdir. Sonra, tutaq ki, yenə 2 dənə dairə çəkmişəmsə, A dairəsidir, bu da B dairəsidir. 2 dairə çəkmişəmsə, uşaqlar, yalnız biri rəhlənibsə, yəni, uşaqlar, yəni, hansını götürürük? Təkcə say olaraq NA-nı götürürük. Başa düşdünüz? Yəni, təkcə NA dairəsini götürürük. Sonra, uşaqlar, davam edək. Tutaq ki, əgər 2 dairə çəkmişəmsə, yenə hamısı rəhlənibsə, məsələn, 2 dairə çəkim. Və hamısı rəhlənibsə, uşaqlar, tutaq ki, biri A çoxluğudur, biri də B çoxluğudur. Onda uşaqlar, nə olur? Əgər hər ikisi rəhlənibsə, A birləşir, B götürürük. Məsələn, gəlin bilirik, yenə 2 dənə kəşşən dairə çəkək. Tutaq ki, bu A dairəsidir, bu B dairəsidir. Uşaqlar, 2 kəşşən dairə çəkmişəm və yalnız xəttə qədər olan yeri götürmüşəm. Bu nə deməkdir? A fərq B deməkdir. Məsələn, yenə ikinci tərəfdən yenə 2 dairə çəkirəmsə, uşaqlar,
Tutaq ki, A dairəsidir, B dairəsidir. Yalnız yenə xəttə qədər olan yeri götürmüşəmsə nə deməkdir? B fərq A deməkdir. Sonra uşaqlar, tutaq ki, çoxluğun özü ilə birləşməsi çoxluğun özünü verir. Çoxluğun özü ilə kəsişməsi uşaqlar yenə çoxluğun özünü verir. Çoxluğun boş çoxluqla birləşməsi çoxluğun özünü verir. Çoxluğun boş çoxluqla kəsişməsi boş çoxluq. Çünki boş çoxluğun kəsişməsinin heç bir ortaq elementi yoxdur. Məsələn, uşaqlar, əgər A çoxluğu B çoxluğun az çoxluğudursa, onda A ilə B-nin birləşməsi nəyi verir uşaqlar? B-ni verir. Başa düşdünüz? A ilə B-nin kəsişməsi nəyi verir? A, B-nin açıq. Yəni, A elementlər hamısı B-nin içində var. Onda A ilə B-nin kəsişməsi A-nı verir. Məsələn, A birləşir, B birləşir, C-ni yaza bilərik uşaqlar. A birləşir, B birləşir, C. Və yaxud A birləşir, B kəsişir, C-ni yaza bilərik. A birləşir, B kəsişir, A birləşir, C şəklində yaza bilərik. Çoxluq. Məsələn, uşaqlar, deyirəm ki, B fərq A nə deməkdir? A tamamlayıcı B deməkdir. Və yaxud tutaq ki, A fərq B nə deməkdir uşaqlar? A fərq B nə deməkdir? B tamamlayıcı A deməkdir. Sonra uşaqlar, istənilən çoxluqla özünün fərqi boş çoxluqdur. Sonra uşaqlar qarışdırırlar, deyirlər A fərq B bərabərdir B fərq A. Məsələn, bu düzgün bir şey deyil uşaqlar. Belə bir bərabərlik yoxdur. Tutaq ki, uşaqlar, boş çoxluqla A çoxluğu ilə boş çoxluğun fərqi A çoxluğunun özünə bərabərdir. Sonra başqa çoxluqdan başqa danışaq uşaqlar. Birləşmə nəticəsində danışdıq. Tutaq ki, gəlin bir kəndi mənə misala baxaq, sonra topda misallara baxacaq uşaqlar. Tutaq ki, elə olur ki, gəlin bir də verək də. Tutaq ki, 3 ilə 15-dir A çoxluğu. Uşaqlar, B çoxluğun elementləri isə tutaq ki, 10 ilə 14 arasıdır. Deyirəm ki, uşaqlar, A kəsişir B-ni tap. A kəsişir B nə deməkdir? Yəni, 3 ilə 15 arasıdır A çoxluğu. Xətdən göstərim. Tutaq ki, B çoxluğu da uşaqlar 10 ilə 14 arasıdır. Kəsişmə gördünüz haradır? Kəsişməsi nə oldu? Oldu kəsişməsi 10 ilə 14 aralığı. Sonra qalanlarını uşaqlar topudan baxarıq. Bu qədər.